Feriha və Bella kimi xarakterlər sizi qıcıqlandırırsa, məni diqqətlə dinləyin istəyirəm. Əslində Bella və Feriha kimi xarakterlər çox zəif, özgücsüzlüyünü, çarəsizliyini rahatlıqla göstərən xarakterlərdir. Əgər belə xarakterlər sizi əsəbləşdirirsə, bu deməkdir ki, öz kölgə tərəfiniz olan zəif, çarəsiz, gücsüz tərəflərinizi qəbul edə bilmirsiniz, qıcıqlanırsınız. Ona görə də belə xarakterləri filmlərdə görəndə əsəb keçirirsiniz. Kölgələrimiz bizim qəbul etmədiyimiz, amma əslində bizi gücləndirəcək, əgər qəbul etsək gücləndirəcək tərəflərimizdir. Əgər öz kölgələrimizi vaxtında görüb qəbul etməsək, o zaman öz güclərimizi sanki özümüzdən uzaqlaşdırırıq. Səni qıcıqlandıran bu zəif, çarəsiz xarakterlərə diqqətlə baxmağını istəyirəm. Özünə nəyə görə icazə vermirsən daha zəif olmağa, bəzən kömək istəməyə, bunun gətirə biləcəyi fürsətləri istifadə etməyə? İstəyirəm düşünəsən, uşaq vaxtı kimin yanında güclü qalmalı olmusan və yaxud da kimsən aşılayıb ki, həyatda ya da evdə sağ qalmağın əsas üsulu güclü olmaq, davamlı performans göstərmək və çarəsizliyini göstərməməkdir. Əmin ol ki, zamanında mən də öz gücsüzlüyümü qəbul edə bilmirdim və bu dünyada ən əsəbləşdiyim şey bu iki karakter idi və ona oxşayanlar. Elə buna görədir ki, kölgə praktikalarından sonra mənim müştərilərim öz işlərini qururlar. Çünki mən də öz zəifliyimi, kömək istəyən tərəfimi qəbul etməyə başladıqdan sonra öz komandamı qurdum, genişlətdim komandanı və daha rahat işləməyə başladım. Mən də sənin üçün bugün aşağıda kiçik bir kölgə tapşırığı qoymuşam. İstəyirəm bu tapşırığı edəsən və rəylərdə mənə yazasan. Özünü necə hiss etdin?